Bismillahirrahmanirrahim. Və bihi nəstə'in. Və sallallahu alə seyyidina Əbil Qasimi Muhammed və alihi tayyibin at-tahirin. Salam, xoş gördük hər birinizi, hörmətli izləyicilərimiz. Allahın salavatı və salamı, bərəkəti, rəhməti və məğfirəti üzərinizə olsun. Bugünkü videomuzun, bugünkü verilişimizin mövzusu insanlarda son zamanlarda xüsusilə də qabarıq şəkildə özünü biruzə verən ruhi və mənəvi sıxıntılar haqqında olacaq. Belə ki, biz xüsusilə də son illərdə sosial şəbəkələrin meydana gəldiyi illərdən sonra bu dövrdə artıq görürük ki, insanlar hey sosial şəbəkələrdə, istər məişət həyatında, istər virtual aləmdə öz həyatlarından gileylənirlər, şikayət edirlər, narazılıq bildirirlər. Biz baxırıq ki, bir çox insanlar, əgər siz daxil olub sosial şəbəkələrdə, oralarda yerləşdirilən videoların şərhlərini oxusanız, görərsiniz ki, insanların böyük əksəriyyəti negativ saçırlar. Və bu negativi də müxtəlif formada, müxtəlif yollarla biruzə verirlər. Və əsasən də əksərən görür ki, insanlar öz həyatlarından, öz taleylərindən həmişə gileylənirlər, həmişə narazılıq bildirirlər. Bəzilər deyir ki, mən kasıblıqla sınağa çəkilirəm, həyat tərzim istədiyim kimi deyil. Bəziləri deyir ki, həyatda istədiyim şəxslə qarşılaşa bilməmişəm, həyat yoldaşım və yaxud da ki, dostum, tanışım, ailəm məni başa düşmürlər, mən istədiyim şəxslər deyirlər. Bir sözlə insanoğlu, biz baxırıq ki, müasir insan, baxmayaraq elm, texnologiya bu qədər tərəqqi və inkişafa nail olub elmi texniki cəhətdən, texnologiya qülləyə, zirvəyə yetişib, ancaq baxırıq ki, mənəviyyat son dərəcədə tənəzzülə uğrayıbdır. Bilirsiniz, bunun bir sıra para səbəbləri var. Bunun həm psixoloji və eyni zamanda da ictimai və həm də ki, bunun fikri, əqidəvi cəhətləri vardır, səbəbləri vardır. Bir sözlə, əgər biz buna dini nöqteyi nəzərdən yanaşsaq, görərik ki, ilk növbədə insanın həmişə taleyindən narazı qalması, insanın həmişə gileylənməsi bir növ naşükürlük əlamətidir. Bunun birinci səbəbi budur ki, insanoğlu bu dünyaya gəlişinin hədəfini və məqsədini düzgün şəkildə anlaya bilmir. Əgər insan dünyaya gəlişinə, həyata müvəqqəti və ötəri gözlə baxsa və İmam Əli əleyhissalamın da buyurduğu kimi "Əd-dünya darul məmər və la darul məqar." Əli əleyhissalam buyurur ki, dünya keçid yeridir, əbədi yaşamaq və qalmaq yeri deyil. Əgər insan bu gözlə baxsa, bu dünyaya Allah Rəsulunun buyurduğu kimi axirətin sadəcə olaraq tarlası kimi baxsa, zəmini kimi baxsa ki, bu dünyada insan etdiklərini axirətdə biçəcəkdir. Əgər belə baxsa, onda bir çox məsələlər, bir çox problemlər həllini tapar. Bəzi insanlar elə düşünürlər ki, insanoğlu bu dünyaya gəlir, əbədi yaşamaq, xoş güzaran keçirmək, yaxşı həyat sürmək, şəhvət və nəfsani istəklərin əsasında yaşamaq və davranmaq və bu xüsusi təmin eləmək üçün. Ancaq bu kökündən səhv bir məsələdir. İnsanoğlu bu dünyada öz hisslərini, belə deyək, doydurmaq üçün gəlmir ki, sırf qarnını doydurmaq üçün, özünün ehtirasını doydurmaq üçün, söndürmək üçün gəlmir ki. Bunların hamısı yeməkdir, içməkdir, cinsi istəklərdir, şəhvani həvəslərdir. Bunların hamısı ruhun xüsusiyyətləridir. Bəli, bunlar təmin olunmalıdır. İnsan yemək də yeməlidir, su da içməlidir. Ancaq məqsəd və hədəf bu deyil. Məqsəd və hədəf budur ki, insanın Allah tərəfindən cismində yerləşdirildiyi bu ruh, necə ki Allah Mütəala özü buyurur ki, وَنَفَخْتُ إِلَيْهِ مِنْ رُوحِ
mən Adəmi yaratdım, biz Adəmi yaratdıq və ona öz ruhumdan üfürdüm. Allahın insan bədəninə, insan qiyafəsinə üfürdüyü və yerləşdirdiyi bu ruh təkamülə yetişsin. İnsan həyatının mənası budur, hədəfi budur ki, insan öz ruhunu təkamülə yetişdirsin, kamal dərəcəsinə yetişdirsin və sözün həqiqi mənasında Allahın onda qoyduğu o ruhun qabiliyyətlərindən maksimum dərəcədə istifadə eləsin və onu tam maksimum dərəcədə kamil insan dərəcəsinə yetişdirsin ki, cənnətə, behişdə, Allahın dərgahında ali məqama həqiqətən də layiq olsun. İnsan yaşayışının hədəfi budur. Ancaq İnsan istiqaməti düzgün götürməyəndə və gedir hədəfə ki yetişmir, onda insan məyus olur. İnsana bir məyusluq, bir ümidsizlik insana üz verir. Və bunun səbəblərindən biri budur ki, insan düzgün istiqamətdə hərəkət eləmir. Bu dünya bir qaranlıq dünyadır. Ona görə də bu dünyada bəsirətli insanlar nicat tapa bilirlər. O əfsanələrdə var ki, İskəndər Zülqərneyn öz ordusundan qaranlıq və zülmət dünyada yol gedirdi. Təbii ki, bu bir misaldır, təmsildir. Qaranlıq dünyada yol gedirdi. Ordunun ayağının altında bir sıra para əşyalar var idi. Daş parçası, dəmir parçası və s. Orada ordudan bəziləri zülmət dünyasından, belə deyək, yadigar olsun, xatirə olsun deyə bir qədər o daşdan, dəmirdən biraz götürdülər. Onlar ki, işıqlı dünyaya çıxdılar, gördülər ki, götürdükləri ləl cəvahirat imiş. O ayaqlarının altında ki, bunlara mane olurdu yol yeriməklərinə, əslində o daş kəsək deyil, ləl cəvahirat, qızıl gümüş imiş, dəyərli əşyalar imiş, qiymətli daşlar imiş. Ona görə şair belə nəzmə çəkir ki, ləldən az götürənlər düşmüşdü dərdə, heç götürməyənlər qəmdə, kədərdə. Bax, bu dünya həmən o misaldır ki, insanların ayağının altına sərilibdir savab. Ancaq insan onu görmür. İnsan başqa bir nəsə axtarır. Hansısa bir məqsədə, səhv istiqamətdə məqsədə çatmaq istəyir. Ancaq bir qədər dayansa, bir qədər bəsirətlə baxsa, bir qədər təfəkkürlə baxsa həyata, görər ayağının altındakılar sıradan adi bir şeylər deyil. Ləl cəvahiratdır Allah mütəal bizim həyatımıza səpib, ayağımızın altına səribdir. Siz təsəvvür eləyin, insan həyatında əgər insanın niyyəti bütün davranışlarında qurbətən ilallah, Allahın razılığı olsa, İnsanın niyyəti Allahla alver eləyib, öz həyatını behişt müqabilində Allaha satmaq olsa, onda insanlarla davranışı da ona savab gətirir. Danışığı, yatması, baxışı, bütün hər hansı bir hərəkətləri, davranışları hamısı savab yazılır və bu savablarında qiyamətdə, cənnətdə, behiştdə Allah müqabilində nə verəcək? Bunlar bizim üçün naməlumdur. Ancaq biz bilirik ki, böyük bir şeylər olacaq. Ancaq eləmirik. Problem nədədir? Biz bu dünyada yaşamaq istəyirik. Biz özümüzü əbədi bilirik bu dünyada. Bizim yəqinimiz yoxdur behişt cəhənnəmə bir sıra insanların. İstəyir bu dünyada xoş gün görə, rahatçılığa yetişə, onu da eləyə bilmir. Niyə? Çünki rəvayətlərdə də var ki, Allah mütəal, insanoğlu bu dünyada elə bir şeyin arxasındadır ki, elə bir şey axtarır ki, Allah onu bu dünyada yaratmayıb. Amma insan onu axtarır. Bu nədir? Ər-rahatu fid-dünya. Dünyadakı rahatçılıq. Ömrümüzün sonuna qədər bu rahatçılığı, bu firavanlığı, bu xoşbəxtçiliyi axtarıb arayacaq, amma inanın ki, tapmayacaq. Çünki o rahatçılıq, sırf və məhz rahatçılıq məhz behiştə aid olan məsələdir. Bu dünyada Allah onu yaratmayıb. Deyir bir dəfə Nadir Şah, bir beyt şeir gəlir fikrinə. O da dünya adamı idi da, şah idi. Öz üçün xoş uzaran keçirirdi, amma bütün Allahla
bağlantısı yox idi. Hey narahatçılığı, qəm qüssəsi var idi. Hey kədəri var idi. Siz Quran-ı Kərimdə Allah Müteala buyurur ki, Ələ bi zikrillahi tətmainnul qulub. Allahın zikri ilə insanların qəlbi rahatlıq tapar. Və başqa bir yerdə də buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Hər kəs mənim zikrimdən boyun qaçırsa, mənlə olan bağlantısını sındırsa, məni yada salmasa, aramızdakı rabitə, əlaqə kəsilsə, فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Onun həyatı çətin keçər. Həyatı çətin keçər. Baxma şahdır, baxma sultandır, baxma maddiyyat içərisində itib batır, baxma dünyavi maddi heç bir problemi yoxdur. Amma bu insan xoşbəxt ola bilməyəcək. Həqiqi səadətə yetişə bilməyəcək. Çünki həqiqi səadət, həqiqi xoşbəxtçilik sırf Allahla rabitədə gizlənibdir. Allahla aramızda olan o əlaqə, o bağlantıda gizlənibdir. Əgər bir insan gizlində Allaha öz sözünü istədiyi kimi demirsə, deyə bilmirsə, bu insan həqiqi xoşbəxt ola bilməz. Və belə insanlardan biri də Nadir Şah idi ki, baxmayaraq ki, şah idi, böyük bir məmləkətin, belə deyək də, sultanı idi, öndəri idi, heç bir maddi problemi yox idi. Ancaq bunun ruhunda, ruhiyyəsində həmişə bir qəm, kədər, bir qüssə hakim idi. Bir dəfə bir şeir gəldi bunun zehninə, dedi ki, bütün cahan mənim olsa da, qəmliyəm, nədəndir bu? Və bu şeirin sanki bir sual formasında qoydu birinci, belə deyək də, beytini. Və dedi ki, bundan sonra bunun ikinci sətrini hər kəs tamamlaya bilsə, ona böyük bir ənam verəcəm. Ancaq məni qane edəcək şəkildə tamamlamalıdır. Mən ki, sual verdim ki, bütün cahan mənim olsa da, qəmliyəm, nədəndir bu? Elə bir cavab və elə bir sətr, elə bir formada onu tamamlamalıdır ki, məni qane eləməlidir. Və bu sualımın həqiqi cavabı olmalıdır. Bir çox şairlər gəldilər, bir çox ədəbiyyatçılar gəldilər, fəlsəfəçilər gəldilər. Heç biri şahın istədiyi formada onu qane edəcək cavabı şeir formasında söyləyə bilmədi. Nəhayətən bir müdrik qoca gəldi. Bir müdrik, dünya görmüş qoca gəldi. Nadir Şah ona dedi ki, bütün cahan mənim olsa da, qəmliyəm, nədəndir bu? Qoca qayıtdı ki, çünki qəm turabından yaranmış bir bədəndir bu. Yəni, sənin bu qəm qüssə zatındadır. Sən zatında, içərində, ruhunda Allahı tapmamısan. Həqiqi məqsədinə, hədəfinə yetişməmisən. Bax, ona görə sən qəmlisən. Bu sənin fitrətindədir. Sən qəm turabından yaranıbsan. Bütün cahan mənim olsa da, qəmliyəm, nədəndir bu? Çünki qəm turabından yaranmış bir bədəndir bu. Bilirsiniz, bəzən görürük ki, dünyada hegemon dövlət başçıları var. Hegemon dövlətlər, sistemlər var. Dünyanın demək olar böyük əksəriyyətinə hakim kəsilirlər. Ancaq yenə də gözləri doymur. Yenə də nəyinsə axtarışındadırlar. Onlar özləri bilmir, amma onlar Allah axtarırlar. Onlar həqiqi xoşbəxtçiliyi axtarırlar ki, o da Allah zikrindədir. Ələ bi zikrillahi tətmainnul qulub. Allahın zikri ilə qəlblər aramlaşar. Aramlaşmayacaq. O dünyanın hegemonları, o zülmkar zalimləri, nə qədər qan tökürlər, töksünlər, nə qədər ölkələr istila eləyirlər, eləsinlər, nə qədər dövlətlər işğal eləyirlər, torpaqlar işğal eləyir, eləsinlər, lap geçsinlər, Marsda, Ayda da fəza işğal eləsinlər. Yenə də həqiqi xoşbəxtçiliyə çata bilməyəcəklər. İkinci səbəb, daha doğrusu səbəblərdən ikincisi isə budur ki, insanoğlu bir çox hallarda nemətləri görmür. Allahın ona verdiyi nemətləri görməzdən gəlir. Bəzən görürsən, elə insan şikayət edir ki, bu insan sözünün həqiqi mənasında həyatından şikayət eləməməlidir. Yetər ki, bir qədər hərəkət eləsin. Allah ona
əl verib, ayaq verib, göz verib, qulaq verib, sağlamlıq verib, ağıl verib ən əsası, həyat verib. Ancaq bu insan oturub evdə səhərdən axşama şikayət edir, gileylənir. Niyə? Çünki bu adam həqiqi neməti görmür. O Həzrət Musa əleyhissalamın dövründə Allah Müteala Həzrət Musa əleyhissalam ağac vasitəsilə danışarkən bir gün belə bir sual verdi ki, ya Rəbb, sənin bu dünyada ən sevimli bəndən kimdir? Mən bir Allah peyğəmbəri olaraq istəyərəm həmin şəxsi tanıyam. Allah Müteala bir ünvan verdi. Dedi, ya Musa, get filan ünvanda, görəcəksən mənim həqqi bəndəmi. Həzrət Musa əleyhissalam getdi o ünvana, gördü bir xəstə kişidir, bir uçuq, xaraba bir evdə yaşayır, bir daxmada yaşayır və xəstə bir şəxsli çarpayısında uzanıb, bədəni hərəkət eləyə bilmir, bədənini xəstəlik bürüyüb. Ancaq bir şey Həzrət Musa əleyhissalamın diqqətini cəlb elədi, o da budur ki, bu şəxs bütün bunlara rəğmən dili şükür eləyir. Elhamdülillah, ilahi şükür olsun sənə, ilahi şükürlər olsun sənə. Həzrət Musa əleyhissalam ona üzünü tutdu və sual elədi ki, filan kəs, nə əcəb bu halınla yanaşı, bu vəziyyətinlə yanaşı, yenə də Allahın şükürünü, Allahın zikrini dilindən salmırsan. O şəxs qayıtdı ki, ya Musa, ey Allahın peyğəmbəri, mən Allaha ona görə şükür eləyirəm ki, bu gördüyün kənd kafir kəndidir. Burada yaşayan insanların heç birinin Allahdan xəbəri yoxdur, Allahı qəbul eləmirlər. Mən Allaha ona görə şükür eləyirəm ki, baxmayaraq ki, bədənim xəstədir, baxmayaraq ki, bu dünyada bir sıra para imtahanlarla üzləşmişəm, baxmayaraq ki, evim, eşiyim xaraba vəziyyətindədir, amma bu məntəqədə Allah yalnız və yalnız mənə bu şəraiti, bu tövfiqatı, bu qəlbi verib ki, mən Allahı zikr eləyə bilirəm. Ya Musa, məndən başqa bu məntəqədə Allahı zikr eləyən bir insan yoxdur. Allah onlara o qəlbi verməyib. Qəlbləri möhürlənib. Amma şükürü ona görə eləyirəm ki, Allah mənə bu imkanı yaradıb. İmam Zeynal Abidin əleyhissalam da buyurur ki, İlahi, mən sənin şükrünü layiqincə necə yerinə yetirə bilərəm ki, şükür etməyin özünə də bir şükür lazımdır. Şükür edirsənsə, ona da bir şükür lazımdır ki, şükür edirəm, İlahi. Mənə tanıtdırıbsan özünü. Məni həqiqətən bu yolda qərar veribsən. İmam Sadiq əleyhissalam dövründə bir şəxs gəldi, imamın yaxın dostlarından idi. Şikayət elədi ki, ey Allah Rəsulunun övladı, Yəbnə Rəsulullah, mən kasıbam, həyatım yaxşı keçmir, işlərim yolunda deyil, kasıbçılığım var, maddi imkansızlığım var. İmam Sadiq əleyhissalam baxdı ki, bu insan biraz qəflətə düçar olub, qəflətə düşüb. Ona qayıtdı ki, filan kəs, mən təəccüb eləyirəm, sən kasıblıqdan gileylənirsən. Allah sənə elə bir şey verib ki, sən onu bəlkə də dünyanın ləl-cəvahiratına dəyişməzsən. Və sual verdi ki, filan kəs, bizim məhəbbətimizi, biz əhl-i beytin məhəbbətini ki, Allah sənin qəlbinə salıb, sənə bu dünyanın ləl-cəvahiratını verələr, dəyişərsənmi? Həmin şəxs and istəyir ki, and olsun canım əlində olan Allaha, bütün dünyada nə ki qızıl, gümüş var, devlət, ləl-cəvahirat var, hamısını mənim ixtiyarımda qoyalar, mən sizin məhəbbətinizdən vaz keçmərəm. İmam buyurdu ki, bəs sən nə cür olur, kasıblıqdan gileylənirsən? Allah sənə böyük bir xəzinə verib. Allah sənə böyük bir var devlət verib. Və bundan sonra ona böyük bir maddi bir yardım elədi və bəxşiş verdi. Hələ əzizlərim, insanoğlu bu cürdür. Bəzən yanında, əlində olanın dəyərini bilmir. Əlində olanın dəyərini bilmir, gözü başqasının əlində olandadır. Bax, bu problemdir. Bu acgözlükdür. Bu hərislikdir. Ki, o insanoğlunun ruhi bəlasıdır. Öz əlində olanı görmürsən, ancaq gözün başqasının əlindədir. Filan kəs nə qədər imkanı var, filan kəsin buyu var, oyu var, müəyyən şeyləri var, dünya malından bu qədər, nə bilim. O bir halda bəyənilir, yalnız bir halda bəyənilir, elmdə və mənəviyyatda. Əgər sən başqasının elmin ola, gözün başqasının elmində ola, bu yaxşıdır. Elmi nə qədər çox əxz eləsən,
nə qədər çox elm əldə eləsən, bu müsbətdir. Özünün mənəviyyatın ola, ancaq gözün başqasının mənəviyyatında ola. Bu da müsbət haldır. Mənəviyyatını nə qədər də inkişaf elətdirsən, bu xoşdur, gözəl haldır. Ruhun daha təkamülünə doğru, daha sürətlə irəliləməsinə səbəb olur. Ancaq çox təəssüflər olsun, insanoğlu bunu eləmir. Gözü başqasının elmində, gözü başqasının mənəviyyatında deyil, sırf gözü başqasının maddiyyatındadır. Bax, bu problemdir. Bax, bu problemdir öz-özlüyündə. Özümdə nemət ola-ola, gözün başqasının içində olanda, başqasının maddiyyatında, nemətində olanda, bax, ruhun onda tənəzzülə uğruyur. Onda qəlbində həsəd güclənir, paxıllıq güclənir, acgözlük hissi güclənir və bunun da nəticəsi gəlir olur nə? Həmin ona şükürlük. Bu kileyi güzar. Başqalarına baxırsan və sən bilmirsən axı, sən onun nemət tərəfini görürsən. Sən onun problemlərindən xəbərin yoxdur. Bəlkə onun elə böyük dərdi var ki, o dərd sənə verilsə, səndə olsa sən əriyərsən. Bəlkə onun elə bir dərdi, elə bir problemi var ki, dağa yükləsən, dağ məhv olar. Bəzi insanlar bütün problemlərə, bütün dərdə, bütün o çətinliyə baxmayaraq yenə də gülür. Yenə də həyatını xoş keçirməyə çalışır. Belə insanlar da var. İnsanoğlu başqasının dərdini görmür, ancaq başqasının nemətini dərhal görür. Bax, bu özü bir ruhi tənəzzüldür və insanın təkamülünün qarşısında dayanan bir şeydir. İnsan özündəki nemətləri görməlidir. Mən bir dənə də misal vurum, bundan da ərzimi tamamlayayım. Bir nəfər hey namazlarında ağlayırdı, dualarında ağlayırdı. Bir gün ancaq hacətlərinin rəva olması bir qədər yubanırdı, hansısa bir məsləhət ucbatından. Bir gün şeytan buna varid oldu və dedi ki, filan kəs, sən ki namazlarda bu qədər ağlayırsan, bu qədər dualarında ah-nalə eləyib zarıyırsan, və sənin ibadət elədiyin Allah nə cür olur ki, sənin səsini eşitmir? Nə cür olur sənin dualarını qəbul eləmir? Şeytanın sözü bu insanı aldatdı. Və bundan sonra başladı dualarda, namazlarda ağlamadı. Və get-gedə artıq tam ibadətdən soyudu, ibadətin şirinliyi qəlbindən çıxdı və bütün ibadəti tərk elədi. Bir gün röya aləmində buna bir səs gəldi qeybdən ki, filan kəs, nə cür oldu ki, sən ibadətdən uzaqlaşdın, Allahla olan ipi qırdın, bütün rabitəni dayandırdın, Allahdan uzaq düşdün. Dedi ki, mən neçə illər ibadət elədim, uzun illər. Namazlarda ağlayırdım, zarıyırdım, dualarımda ağlayırdım, Allahdan hacətlərimi istəyirdim. Ancaq Allah məni qəbul eləmədi mənim dualarımı, eşitmədi məni və mən də məcbur oldum, uzaqlaşdım. Qeybdən gələn səs buna dedi ki, filan kəs, ay bədbəxt, axı sənə ondan böyük nə nimət, nə hacət verilə bilərdi ki, sən namazda və duada ağlayırdın. Bu böyük nimət idi. Balıq suyun içərisində olanda suyun nimət olduğunu hiss eləmir ki, balığı ki o zaman sudan atırsan kənara, başlayır çırpınmağa. Onda bilir ki, nə itiribdir, nə əldən veribdir. Bu sənin üçün ən böyük nimət idi ki, sən namazda ağlaya bilirdin, başqaları bunu eləyə bilmir. Ancaq şeytanın feilinə uğradın, şeytanın sözünə aldandın və böyük bir niməti əldən verdin. İnsanoğlu bəzən bir nöqtəyə, bir qapıya baxışlarını o dərəcədə zilləyir ki, ətrafındakı açıq qapıları görmür. Gözləyir ki, o bağlı qapı açılsın. Bütün nəzərini, təfəkkürünü konsentra eləyir həmin o qapıya. Ora cəmləşdirir. Ancaq ətrafda açıq qapılar var. Hər hansı birindən istəsə daxil ola bilər. Ancaq bu bağlı qapının açılmasını gözləyir və bu nəticə etibarilə ona gətirib çıxarır ki, ətrafdakı bütün o nemətlərdən insan kör olur. Bəli, hörmətli dostlar, Allahdan dua eləyək ki, Allah Mütəala bizi dünya və axirətdə onun
əlamətlərini, onun nemətlərini, onun nişanələrini görməkdə kör insanlardan qərar verməsin və dünya və axirətdə bizi bəsirətli insanlardan qərar versin. Çox sağ olun, gələn verilişlərdə görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.